Pivədən Cənubi Azərbaycana yollanırıq. Pivə qutarıb. Pivəni içib qutarmısan. Mən bu arada orada sən altda gizlətmisən. Hə. 6 yaşayıb pivə göndəriblər. Traktor ürəyimiz, oradan da gözümüz Cənubi Azərbaycandakı komandamız Traktor İran çempionatında birinci yerdədir 61 xalla. Sonra 3 tur qalıb və ən yaxın izləyicisindən 5 xal öndədir. Sepahandan 5 xal öndədir. Bəli. Son 3. Oyda. Ölərdim də gülməkdən bunun üstünə sıçratacaq. Sən orasını fikirləşdim Xalik. Qış yeriyim fıskırdım buradan üstünə. Sonra deyəcək, deyəm mənə. Yox, istəmirəm fıskırdım. Pivə süzürəm. Penaya bax. Sonra 3 tur qalmış. Bax indi hamını düşündürən məqam. Sonra 3 tur qalmış. Şimdi də səndə neçə at gücü var? 480. 480. Hə. 480 at Özdə gücü. Motorun neçədir bəs? 18 mığ-mığa 8 ilə 8 elə bil 480 atıyor. Qaz verən kimi elə bil altdan təkər gedir, kuza qalır, bildin nətər? Sonuncu sualım, hansı yağdan istifadə edirsən? Mən şeydən, Salidoldan. Solidol. Bəli. Davam elə. Tamam eləyə, icazə verirsiniz. Bəli. Sepahandan 5 xal öndədir. Çempionluğa çox yaxındır. Hətta 3 tura 1 xal da kifayət eləyəcək. Bəli. O 1 xalı sizcə qazana biləcəkmi? Bu ən vacib sual budur. Mən O sadəcə xalı qazanmağa imkan verəcəklərmi təbii? Majal verməyəcək. Bu başqa sualdır. Majal verməyəcəklər. Yəni traktor verməyəcək. Tarix yaza bilər yəni. Belə bir şey traktor olmur. heç vaxt olmayıb çempion. Heç vaxt olmayıb. Heç vaxt olmayıb, amma yaxın olduğu. Amma sənə bir dənə söz deyim, çempiondur. Amma burada bir dənə də söhbət var İran- ki, son günlər Normal İranın prezidenti Azərbaycana gəlib, yəni yaxşı ismarıcılar göndəriblərsə, İranla vəziyyətimiz yaxşıdır. Orada yəni o dərəcədə deyil. Amma axırıncı oyunda gördünüz də nə hoqqa verildi traktorun axırıncı oyununda. Var, o göstərmədilər bu tərəfdən momenti, nəsə penalti momentini. Yox, Amma o birisi komanda yəni o eləyən kimi əlinlə qalxdı. Dramatikliyi görməmisiniz. Traktor 1-0 öndə, Fulad azlıqda, 90 üstə gəl 20-ci dəqiqədə Fulad qol vurur 1-1. 20 dəqiqə artırıblar. Təsəvvürlə bir hissədə artırıblar. O vaxtı 90 üstə gəl 23-cü dəqiqədə traktor vurur təzədən qələbə qazanır. 20 dəqiqə nağarırmışlar poyadalar. Sudya nağarırdı. Mən görənməmişəm. Yox, Peki, baxmamışam. şəxsən. Videosuna baxdım, mən TikTokda qabağıma çıxmışdı. Hakim gəlir belə baxır, izləyir, monitor gömgöy göstərir, heç nə yoxdur. Oyunçular oradan deyir, biri oradan deyir ki, qardaş, sən bir dənə xırdalan pivədən süzdüyən noldan, xırdalan noldan vurun, boğazım yanır. Bu da susuzluğu yatızdırır axı, bildin nətər? Ondan qoydular, Nəysə, bundan qoydular. tək o problemlə üzləşməsin. Allahın Qəlbimiz, köməyi ilə çempion ürəyimiz, olsun. fikrimiz, gözümüz olsun, Cənubi Azərbaycandadır, Təbrizdədir. Eşq olsun traktora, Cənubi Azərbaycana Necə salamlarımızı deyərlər, çatdırırıq. Azərbaycan Oyunu var şərh olsun, eləyən Bir olsun, var, istəməyən kör kör olsun. Oyunu şərh eləyənlər var, həm Azərbaycanca danışır. Yoxsa onu oradan Yox, düzəldirlər onu Azərbaycan eləsinə danışmır. qarşı. O zonada Təbrizdə, yəni Azərbaycanlı soydaşlarımız o dildə o cür şirin danışırlar. Bildim, onu demirəm. Yox, deyir oyunu Mən şərtçi. deməyim odur ki, oyun gedə-gedə biri buradan deyir, "Bə, oradan gəldi, tərvazladı, petazladı." Dərvazə zərbə. Oradan da efirdə gedən o danışıqdır, yoxsa videonun Efirdə böyrünə gedən. nəsə gedir, oradan Efirdə şey gedən. deyir. Yox, o sonradan olar, çünki onlar dövlət oradan dili. gəldi, atdan girdi, oradan qotazladı. Mən deyirəm, bu efir sözü deyil da, yəni bildin nə, onu soruşuram səndən. Hətta deyirəm ki, onlar üçün normal. Sağ ol, Eyvallah. müəllim, Allah köməyin olsun. Görsən deyir sonradan qoşulur, bilir də.